Təyyarədə namazı necə qılınır? Qibləni necə təyin edə bilərəm? Bu gözəl sualdır. Qardaşımız verir ki, təyyarədə namaz necə qılınır? Bir çox müsəlmanların, möminlərin müşkül qaldığı bir məsələdir. Təyyarədə bəli, namaz qılmaq olar yalnız zəruri hallarda. Bilirik ki, fərz namazı oturaraq qılmaq icazəli deyil, illa ki, zərurət olmadıqca. Minikdə və yaxud da ki, oturaraq qılmaq fərz namazı olmaz, illa ki, zərurət yaranmadıqca. Zərurət nədir? Məsələn, insandır, təyyarədə olacaq, uzun bir məsafə qət edəcək və o arada namazı ötə bilər. Təyyarə enərkən namazı çatdırmaya bilər, namazın vaxtı çıxa bilər. O zaman namazı təyyarədə qılması icazəlidir və onun da əhkamları var. Bəzi təyyarələrdə namaz üçün yer ayrılır. Xüsusi balaca bir yer olur, orada namazı ayaq üstə qılırsan və namazı olduğu kimi tamamlayırsan. Və qardaşımız eyni zamanda soruşur, qibləni necə təyin edək? Təbii ki, qibləni orada təyin edirik. Əgər onu təyin edə biliriksə, öyrənə biliriksə, istiqaməti soruşub dəqiqləşdiririk. Namaz başladıqdan sonra, əgər insan ayaq üstə namaz qılırsa, o istiqamətdə çevrilə bilirsə, çevrilir qibləyə tərəf. Ancaq bacarmırsa və bilmirsə və olduğu kimi qılır. Necə ki, Rəbbimiz Qurani Kərimdə buyurur ki, "Fəttəqullaha məstata'tum." Allahdan bacardığınız qədər qorxun. Sən əgər qibləni tənzimləyə bilirsənsə, bəli, qibləyə tərəf durursan, namazını qılırsan, başlayırsan. Əgər təyyarə bildin ki, çevrilir, o istiqamətdə nisbətən qibləyə tərəf namazın içində ehtiyac baxımından çevrilə bilərsən. Əgər bunu da edə bilmirsənsə, əgər qibləni tam tuta bilmirsənsə, olduğun istiqamətdə qılırsan. Sonra ikinci məsələ, ayaq üstə durmaq üçün şərait yoxdur. O zaman oturaraq qılırsan. Necə ki, insan ayaq üstə dura bilməyən insanlar namazı oturaraq qılırlar. Necə ki, təkbir gətirirlər oturduqları halda, ondan sonra az rüküyə gedirlər və biraz qalxdıqdan sonra səcdəyə gedərkən biraz daha çox səcdəyə əyilərək və beləliklə oturaraq namazlarını təyyarədə tamamlayırlar. Ola bilər ki, insan deyək ki, İki oturacağın arasında qalxmaq kimi fürsəti var. Qalxır, qiyamı ayaq üstə qılır. Sonra səcdəyə, rüküyə getmək üçün şəraiti imkan yoxdur. Onları oturaraq davam edir. Ona görə son nəticədə bu ayət-i kəriməyə qayıdırıq ki, "Fəttəqullaha məstata'tum." Allahdan bacardığınız qədər qorxun. Və bu məsələyə də təyyarədə namaz qılarkən diqqət etməliyik bu məsələlərə. Nə qədər bacarırsan, o şəkildə namazı qılmalısan. Əsas odur ki, namazın ötməsin. Qatarda da əgər fürsətin varsa, ayaq üstə qılırsan, imkan varsa, imkan yoxdursa, oturaraq namazı eyni formada qılırsan. Bəli.